42 yaşında ana sevincini yaşayan güzel Aysel Hanım'ı bir gün eve yola salırıq, kucak dolu. Bir ailəyə də sevinç bahş etdik. Çok xoşbaxtıq, çok sevinirik. Problemlarımız çok idi. Folikulyar aparat zəif idi, folikul yetişib partlamırdı. Hormonal problem var idi, antimüller problemi, boru faktoru və s. 6 kurs müalicə nəticəsində həmləlik baş verdi və həmləliyimiz çox çətin idi. İlk trimestrdə gematomamız var idi. Sonra 25 həftədən sonra əşkar olundu ki, cift gəlişidir. Həmləliyimiz çox çətin, ondan sonra lab başladı çətin keçməyə, qızımız yataq rejimindəydi. Həstəxanada uzandırdıq və nəhayət ki 37-38 həftəyə çatdırdıq. Çətin də olsa əməliyyatımız oldu, şükürlər olsun. Mama da sağlam, körpə də sağlam qucağımızda. Əməliyyatda hər şey nə lazımdır olunub və bir gün yola salırıq. Sizi təbrik edirəm. Çox sağ olun. Balacamız sağlam, xoşbaxt olsun. İnşallah Allah qoysa. Çox sağ olun həkim. Sizin sayənizdə hər an, hər saniyə yanımda oldunuz. Həm həkim kimi, həm belə hər cür mənəvi yanımda oldunuz. Çox sağ olun. Təbrik edirəm. Çox Bir də sağ ol. istəyənlərə qismət olsun. Hər dəfə deyirlər ki, mənim yaşım 40-dır, mənim yaşım 41-dir, 42, 43, 45 əngəl deyil. Arzu edirəm ki, hamısı belə biz kimi qucaq dolu olsun. İstəyənlərə qismət olsun. Qorxmasınlar, inamını itirməsinlər, səbirli olsunlar və belə qucaq dolu olsunlar inşallah. Sizi təbrik edirəm. Doktor, çox sağ olun. Siz 31-ci həftədə çox həyəcanlanmışdım. Həqiqətən çox qorxmuşdum. Necə mən sizə zəng elədim. Həmin an mənə dediniz ki, gedin, bəs mən də gəlirəm təciliyə. Açılış falan, nə bilim qanaxma, o qədər qorxu, həyəcan, stres. Amma siz sağ olun ki, dediniz ki, qorxmayın da, mən varam. Bu axıra kimi gedəcək. Necə dedinizsə, mən xəstəxanada yatdım bir həftə evdə. Gətirdiniz məni 38-ci həftəyə çatdırdınız. Çox sağ olun. Hamısı sizin sayənizdədir. Həqiqətən bu bir möcüzə idi, nə bilim. İnamsızlıq, çox elə bil bütün qapanmışdım gözümə, judapsiya. Nə olacaq bilmirdim, amma yenə də sizə güvəndim. Nə yaxşı ki, sizi seçmişəm, sizə güvənmişəm. Çox sağ olun həkim. Bəli. Onda da bilindik cift düzdür. Biz bilirdik əvvəl, amma qanaxma olduğuna görə çox həyəcanlandıq. Cift gəlişi. Hətta dedilər ki, təcili uşağı götürmək lazımdır. Qanaxma çətindir, yəni çoxdur qanaxma, amma müalicələrinə şükürlər olsun. Dayandı qanaxma. Dediniz və elədiniz Axıra kimi çatdıq və körpə qucağımızda bir gün evə gedir, böyük qız olsun. İnşallah doktor toyunda oynasın. Xoşbaxt, sağlam olsun. İnşallah. Böyük qızlardan olsun, istəyənlərə qismət olsun. Hamısı biz kimi sevinsinlər və sonluğu hamısı belə xoşbaxt olsun. Bütün Gülər yüz analar olsun. övlad sahibi olsunlar. Ana olmaq istəyənlər hamısı. Amin, amin. Hamısı da qismət olsun. Böyük qız olsun, şükürlər olsun. Sonumuz çox gözəl oldu. Sevinirik, xoşbaxtıq. Bəli, əlbəttə çox böyük bir məsuliyyətdir. Əlbəttə. Sizin Sağlamlığımız, bəli, qadın sağlamlığı. Hamısı yerində. Çox sağ olun. Hamısı da sizin sayənizdə. Çox sağ olun həkim.